Salam əziz şagirdlər və valideynlər, hər birinizi xoş gördük kanalımda. Bugün yenə 5-ci sinif riyaziyyat dim test toplosundakı tapşırıqları sizlərlə birlikdə həll etməyə davam edəcəyik. Artıq səhifə 21-dəyik. Yeni bölməyə keçdik. 3-cü bölməmiz onluq kəsirlər. Bu səhifələrdə açıq tipli tapşırıqlardır. Bunları həll etdikdən sonra növbəti videolarda bu mövzudan kitabın ikinci hissəsindəki testləri işləyəcəyik. Başlayırıq birinci sualdan A variantından. Bir ədəd oxu üzərində qeyd olunmuş A, B, C, D, E nöqtələrinin koordinatlarını onluq kəsir şəklində yazın. Deməli, A 0 ilə 1-in arasındadır. Deməli, 0 tamdır. 1, 2, 3, 4. 0 tam onda 4'dür. B 1-dən sonradır. Deməli, 1 tamdır. 1, 2, 3. 1 tam onda 3'dür. C də 1 tamdan sonradır. 4, 5, 6, 7, 8. 1 tam onda 8. D 2 tamdan sonradır. Sayırıq. 1, 2, 3, 4, 5, 6. 2 tam onda 6'dır. E də 3'dən sonradır. 3 tam onda 1'dir. 2 deyir onluq kəsirləri azalma ardıcıllığı ilə yazın. Əvvəlcə tam hissələrinə baxırıq. Hamısının tamı 0'dır. Keçirik onda 1 mərtəbəsinə. Bəzən uşaqlar rəqəmlərinin sayı çox olanı böyük kimi götürürlər. Xeyr, onluq kəsirləri bu cür müqayisə eləmirik. Mərtəbə qiymətlərinə baxırıq. Tamlar bərabər olandan sonra keçirik onda birlərə baxmağa. Burada 0'dır. Burada 0'dır. Burada 9'dur. Deməli, bu digərlərindən böyükdür. Burada da 9'dur. Burada 0'dır. Burada 9'dur. Burada 0'dır. 3 dənə 9 olan var. Deməli, bu və bu. Bir də bu. Yox, bu deyildi. Bu. Deməli, bunlar daha böyükdür. Bizdən azalma sırağı. Aha, ən böyüyün istəyir. İndi bunların böyüyünə baxacaq. İndi onda birləri eyni olduğuna görə keçirik %1 mərtəbəsinə baxmağa. Yəni, vergüldən sonra ikinci rəqəmə baxmağa. Burada 1'dir. Burada da 1'dir. Burada heç nə yoxdur. Yəni, 0'dır. Deməli, bu ikisi daha böyükdür. Bu digərlərindən balacadır. İndi bunlardan da keçirik mində birlərinə baxmağa. Burada 4'dür. Burada 7'dir. 7 4'dən böyük olduğuna görə deməli, ən böyük kəsirimiz 0 tam mində 917'dir. Ondan sonra 0 tam mində 914. Ondan sonra 0 tam onda 9. Bunlar onda biri 9 olanları yazdıq. Bunlar getdi. Digərlərinin hamısının onda biri 0 idi. Keçirik %1'lərinə baxmağa. Bu 9'dur. Bu 0'dır. Bu 9'dur. Bu da 9'dur. Deməli, burada ən kiçik kəsirimiz bu olacaq. Bunu ən axırda yazacaq. İndi digər 3 kəsirdən %1'lərinə baxırıq. Burada 1'dir. Burada 6'dır. Burada %1 yox, daha doğrusu mində 1'dən baxırıq artıq. Burada heç nə yoxdur, yəni 0'dır. 6 hamısından böyük olduğuna görə. Deməli, birinci bu gələcək. Sonra bu gələcək. Sonra da bu. Yazırıq 0 tam. Artıq 10 mində 961'dir. Sonra 0 tam 10 mində 91'dir. Sonra 0 tam %9 və ən kiçiyi də dedik ki 0 tam 10 mində 92'dir. Bu cür azalma sırası ilə yazdıq. Keçirik 3'ə, səhifə 22'yə. Nümunəyə əsasən cədvəli tamamlayın. Deməli, adi kəsir veribdir. 2,6. Sonra onu onluq kəsir kimi yazıb. Tam hissəsini yazıb 2. Onda birində 6 var yazıb. %1'ində heç nə yoxdur 0. Mində birində də yenə 0. Digərlərində biz də bu şəkildə yazacaq. Əvvəlcə kəsiri oxuyanda artıq biz bunu necə yazacağımızı bilirik. 2,7 oxuyuruq. Deməli, bu cür yazılır onluq kəsir şəklində. Tam hissədə 2 var. Onda birində 7 var. %1 və mində birində heç nə yoxdur. 0 yazırıq. Burada isə onluq kəsir yazıb. Biz bunu adi kəsir kimi yazırıq. Oxuyuruq 6'dan %28. Necə oxuyuruqsa elə də yazırıq 6'dan %28.
Tam hissə 6'dır. Onda birində 2 var. Yüzdə birində 8 var. Mində birində heç nə yoxdur, 0. Burada isə bu cür yazılıb. Tam hissə 8'dir. Yazaq 8 tam. Və o digər rəqəmləri yazaq. Alınır 8 tam mində 103. Və bunu da adi kəsir kimi yazırıq. 8 tam mində 103. Keçdik 4'ə. A 1,3 olarsa hesablama zəncirini bərpa edin. Deməli, buranı verməyib, buranı haranı veribdir. A-nı yerinə qoyuruq bunu və davam edirik sona qədər. 1,3'dən çıxırıq 0,3'ü. Niyə mən 1,3'ü bu cür yazdım? Dəqiqə. 1,3 çıxılsın 0,3. Onda birləri çıxanda 0 qalır. Yazmağa ehtiyac yoxdur. 1'dən 0 çıxırıq 1. 1 tam edir. Sonra bunun üzərinə gəlməliyik. 0,7. Bu da eləyir 1,7. Bunu da digər xanaya yazırıq. Sonra bundan 1 çıxmalıyıq. 1,7'dən 1 çıxsaq 0,7 qalar. Bu nədir? Əgər nə demək istəyir bu? Əgər birdən böyükdürsə cavab buradan davam edirik. Birdən kiçikdirsə buranı davam edirik. Cavabımız birdən kiçikdir. Deməli aşağıdan davam edəcəyik. 1,7'nin daha doğrusu cavabımız, son cavabımız 0,7'dir. Bunun üzərinə gəlirik 2,1. Bu da eləyir 2,8. Sonra 0'dan bunu yazaq. Sonra 0,6'ın çıxmalıyıq. Bu da eləyir 2,2. Bir dəqiqə. Bu niyə belə oldu? 2,8'i mən hara yazmalıydım? Yəqin bu cavabı buraya yazmalıyıq. 2,8'i bura. 2,2'ni bura. Bura isə 0,7'dir. Yəni birdən kiçikdirsə deməli buraya yazmaq lazımdır. Keçdik 5'ə. Modelə əsasən məsələ tərtib edin və həll edin. Tam hissə modelinə aiddir. Birinci bilmirik nə qədərdir. İkinci ondan 1,7 azdır. Məsələn, deyə bilərik ki, biri digərindən 1,7 kiloqram az pomidor olan 2 yeşikdə cəmi 119,88 kiloqram pomidor var. Bu yeşiklərdə nə qədər pomidor var? Əvvəlcə yazaq. Məsələni yazdıq. Həllinə yer qalmadı indi də. Buradan yazacağım həllini. Tam hissə modelinə yazacaq. Biri x-dır. Üstə gəldi. İkincisi x çıx 1,7'dir. Bərabərdir 119,88'ə. X-ları toplayırıq. 2 dənə x var burada. Burada çıxıbsa 1,7'ni biz bunun üstünə gəlirik. Geri gələndə tərsini edirik. 119,88'in üstünə 1,7'ni gəlirik. 2x bərabərdir. Deməli 8, üstə 1'də 8 qalır. Onda 1'də 8-dən 7'ni toplayırıq 15. 5 yazırıq 1 yadda. Tam hissədə 9'dan 1'i toplayırıq 11'də yadda 11. 11'lərdə 11 1 yadda gətiririk onu 1'in üstünə 2. Burada da 1. Cavab edir 121,58. Bunu da 2'yə bölməliyik. Amma hələ ki keçməmişik bölməni. Niyə burada həmişəki kimi keçmədiyimiz suallar düşür. Tapmalıq üçün bölməliyik. Bunun başqa çarəsi yoxdur. 121'i 2'yə bölürük əvvəlcə. 12'ni 2'yə 6. 0. Yəni 60 tam düşür. Vergül qoyuruq. Sonra orada 1 qaldı. 15'i bölürük 2'yə.
7 dəfə, sonra da 18-i bölürük 9 dəfə. Bu birinci yeşikdir. İkinci yeşikdə tapmaq üçün bundan çıxırıq 1,7. 1,7-ni ikinci yeşiyi tapırıq. %1-də 9 qalır. Onda 1-də 7-dən 7 çıxırıq 0. Tam hissədə 10-dan 1 çıxırıq 9 və 6-dan 1-in vermişik 5 qalır. 59-dan %9, bu da ikinci yeşik. 6-ya baxırıq, onluq kəsirlərin hasilinin tapılması zaman. Burada onluq kəsirlər bölməsinə aid bütün hamısı var. Vurma, bölmə. Yəni onluq kəsirlər bölməsində nələr keçiriksə, bu açıq tipli suallarda onların hamısına aid sual olur. İndi deyir, onluq kəsirlərin hasilinin tapılması zamanı hasildə vergüllə ayrılır. Vergüldən sonra birinci vuruqda vergül ilə ayrılmış rəqəmlərin sayı qədər. Vergüldən sağda hər iki vuruqda vergüldən sonraki rəqəmlərin sayı qədər. Vergüldən sonra hər iki vuruqda vergüldən sonraki rəqəmlərin sayı qədər. Vergüldən sağda birinci vuruqda vergüllə ayrılmış rəqəmlərin sayı qədər. Bu nə deməkdir? Gəlin vuraq, baxaq. Məsələn, 2,4 vurulsun 1,2. Necə vururuq? Adi vurma kimi vururuq, vergülləri nəzərə almadan. Vuraq. 8, 8, 2. Sonra isə nə edirik? Baxırıq, vergüldən sonra 2 rəqəm var. Deməli, biz elə edirik ki, vergüldən sonra 2 rəqəm qalsın. Yəni, vergüldən sağda hər iki vuruqdakı vergüldən sonraki rəqəmlərin sayı qədər. O da B variantı uyğundur. Keçirik səhifə 23-ə. Uşaq bağçasına 1 kiloqramı 2,6 azen olan 5 kiloqram gilas, 1 kiloqramı 3,5 azen olan 6 kiloqram qarağat və 1 kiloqramı 7,2 azen olan 10 kiloqram ərik aldılar. Sərf olunan məbləğə 1 kiloqramı 1,6 azen olan neçə kiloqram albalı almaq olar? Biz əvvəlcə sərf olunan məbləği tapacaq, yəni xərclənən pulu tapacaq. Gilası tapmaq üçün 5-i vuracaq 2,6-na, 2,6 azendir və 5 kiloqram alıblar. Üstə gəl, qarağat 3,5 azendir, kilosu 6 kilo alıblar. Üstə gəl, birisi nədir? Ərik 7,2 azendir, 10 kiloqram alıblar. Bunları toplayırıq hasillərini. 5-i 6-ya 30, 0 yazmağa ehtiyac yoxdur. 5-i 2-yə 10, 3-də yadda 13. Deməli, gilasa veriblər 13 manat. Üstə gəl. 5-i 6-ya 30 yenə 0 yazmağa ehtiyac yoxdur. 3-ü yadda saxlayırıq. 5-i 3-ə 18, 3-də yadda 21. 7,2, ümumiyyətlə 10-a vuranda onluq kəsiri, vergül bir addım sola, sağa gedir. Bu da edir 72. Və bunları toplayırıq. 13 üstünə 21, 34. Üstə də 72 gələndə 106. 106 manat pul xərclənibdir. Və deyir buna kilosu 1,106 olan neçə kiloqram almaq olar. Deməli 106-nı da böləcəyik 1,6-ya. Bu da bərabərdir. Ədədi natural ədədə necə bölürük? Daha doğrusu natural ədədi onluq kəsrə necə bölürük? Onluq kəsri onun elə qüvvətinə vururuq ki, natural ədədə çevrilsin. Biz bunu 100-ə vursaq 106 eləyər. Deməli biz bunu da 100-ə vurmalıyıq. Bu eləyir 10.600 və digəri də eləyir 106. Bu da eləyir cavab 100. Keçdik 8-ə, diaqramda verilənlərə görə Əhmədin bazarda nə qədər pul xərclədiyini tapın. Deyir ki, 0,9 manatdan 1,5 kiloqram kələm. 0,9-u 1,5-ə vuracaq ki, kələmin qiymətini tapaq. Kələmə verdiyi pulu tapaq. 0,9 vurulsun 1,5. Bu zaman elə 9-u vurarıq 15-ə. 45 1 yadda, 9, 1 yadda yox, 4 yadda, 9, 4 yadda 13. Vergüldən sonra 2 rəqəm var. Biz də deməli ki, 2 rəqəm olsun. Cavab olur 1,30.
Sonra 1,25 manatdan 4,2 kilogram pomidor alt-alta vuraq. Əvvəlcə vurma kimi vururuq. Vergüllərə fikir vermirik. 10 bir yadda, 4 bir yadda, 5, 2. İndi 4'ü vururuq. 4'ü 5'ə 22 yadda, 4'ü 2'yə 8, 2 də yadda 10, 4'ü 1'ə 4, 1 də yadda 5. Bunları toplayırıq. Vergüldən sonra 3 rəqəm olmalıdır. Deməli 5,25 oldu. Bu da oldu pomidorun qiyməti. İndi badımcanı tapaq. 1,2 vurulsun 2,5. 5'i 2'ye 10, 5'i 1'ə 5, 1 də yadda 6, 2'ni 2'ye 4, 2'ni 1'ə 2 toplayırıq. Vergüldən sonra 2 rəqəm olmalıdır. Cavab oldu 3 tam. Bunların hamısını toplayırıq. 1,35 kələmə verib, 5,25 pomidora verib, 3 manatdan badımcana verib. %1'lər 5'dən 5, 10, 0 yazmaya ehtiyac yoxdur. 1 yadda, onda 1'də 3'dən 2 var, 5, 1 də yadda 6. Tamları toplayırıq. 1'in üstünə 5, 6, üstünə də 3, 9. 9 tam onda 6. 9'a baxırıq. Düzgün yuvarlaqlaşdırmaları müəyyən edin. 5,8 olub 6 tam. Düzdür, çünki 5'dən sonra böyük rəqəm gəlib. 24 tam %95 olub 24 tam. Onda 9 xeyir. 9'dan sonra böyük rəqəmdirsə 9 artmalıydı. Burada 38 olub. Bu da düzdür, çünki 7'dən sonra böyük rəqəmdir. 7 artıb 8 olub. Burada da düzdür. Çünki 2'dən sonra böyük rəqəmdir. Ona görə 2 artıb 3 olub. Burada amma 4'ten sonra kiçik rəqəmdir. 7'den onda 4 olmalıydı. 1, 2, 5. C variantı. Ona baxırıq. Deyir K falan kəsir. L bu, M də bu olarsa uyğunluğu müəyyən edin. K'nın üstünə L gəlməli birincidən. Yəni 0,7'nin üstünə 1,6 gəlməli. Bu eləyir 7'dən 6, 13, 1 yadda, 1, 1 də yadda 2, 2,3 və bunu da M-ə vurmalıyıq. 2,3'ü də vururuq 2,2'yə. 6, 4. 6, 4. Toplayırıq 6, 10, 5. Vergüldən sonra 2 rəqəm olmalı. Cavab belədir. 5,6. 5,6 B-dədir. İndi ikincidə əvvəlcə vurmanı yerinə yetirəcəyik. K-nı M-ə vurmalıyıq. K 0,7'dir. Yana da vura bilərik. Çünki burada 7'ni vuracaq 2,2'yə. 14 1 yadda. 2 1 də yadda. 14 1 də yadda 15. Vergüldən sonra 2 rəqəm olmalıdırsa 1'dən sonra qoyuruq. 1 da %54. İndi L'dən çıxmalıyıq bunu. L 1,6'dır. Bundan da çıxanda 1,54. Bunun %1'nə bir 0 əlavə etsək, ondan 4 çıxırıq 6, %1'də 5 qaldı. 5'dən 5 çıxırıq 0. Tamlarda da 1'dən 1 çıxırıq 0. 0'dan %6. Deməli 2'yə uyğundur. A. İndi 3'də birinci M-dən K-nı çıxmalıyıq. M 2,2'dir. K 0,7'dir. 12'dən 7 çıxırıq. 1, 5. Burada 1 qalıb 1'dən 0 çıxırıq. 1. Bunu da elə vurmalıyıq. 1,5'i vurmalıyıq. 1,6'ya. 33 yadda 90 oldu. Bu da 15 olacaq. Toplayanda 14, 2. Vergüldən sonra 2 rəqəm olmalıdırsa 2,4 elədi cavab. Bu da C-dədir. Deməli, həmçinin burada biz tapdıq ki 5,6 tam hissəsi deməli 5'dir birincidə. Birinciyə həm də D uyğundur. Tam hissəsi 2 olanda ən sonuncuydu. Deməli sonuncuya həm də E uyğundur. Bəli, bu da son tapşırığımız idi. Ümid edirəm sizlər üçün faydalı oldu. Sağ olun, yeni videolarda görüşərik.